Mən Ağayev Eldar Əlibaloğlu Ağsoyun Xəqan Üstəsi ev 6 ünvanında yaşayıram. Mən buradan üzümü tuturam, cənab prezidentimdən kömək istəyirəm, cənab prezidentim. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənə köməklik göstərəsiniz, işsizəm. Heç bir yerdən gəlirim yoxdur. Və gəlirim olmadığı üçün, işsiz olduğum üçün ailəmdə söz-söhbət narazılıqlar olur. Və mən bu iki körpə uşağa heç bir şey eləyə bilmirəm. Heç bir şeydə gücüm yoxdur, imkanım yoxdur, işsiz olduğum üçün. Və sizdən xahiş edirəm, cənab prezidentim, mənə köməklik göstərəsiniz. Mən dəfələrlə Ağsoy İcra Hakimiyyətinin qəbuluna getmişəm. Məni qəbul eləmirlər. Və sizdən dönə-dönə xahiş edirəm, cənab prezidentim, mənə köməklik göstərəsiniz. Və mən bu iki uşağımın gələcəyi üçün nəsə eləməyə eləyə bilim. Sizdən dönə-dönə xahiş edirəm, cənab Ne prezidentim. diyorsun?